Salam əziz Build Up Play izləyiciləri, necəsiniz, nə var, nə yox? Ümid edirik yaxşısınız, ümid edirik vəziyyətiniz yerindədir. Birinci bölümdən sonra dedik ki, yox, belə olmaz, biz ikinci bölümü də çəkməliyik və qarşınızdayıq ikinci bölümü çəkmək üçün həmkarım Əli ilə bərabər. Salamlayıram hər kəsi. İkinci bölümdə artıq gündəmdə baş verən bütün mövzular, transfer mövzuları və ən əsası dünya çempionatından danışacağıq. Dünya çempionatı ərəfəsində biz birinci bölümdə dostlar bu arada bütün rəylərə önəm veririk. Çox adam soruşdu ki, bəs dünya çempionatı haqqında niyə danışmamısınız? Danışmağa gəlmişik hal-hazırda. Və istəyirsənsə Riyad, hal-hazırda ən əsas, ən önəmli mövzulardan birinə keçid eləyək. Yəni ki, bunu mənə elə gəlir ki, tək Azərbaycanda yox, Türkiyənin özündə də böyük aktual mövzudur hal-hazırda. Türkiyə millisinin dünya çempionatından erkən vidası haqqında danışmaq istəyirəm. Öncəliklə sənə belə bir sual vermək istəyirəm ki, səncə Türkiyənin heyət seçimi yanlış idi, yoxsa Mehdi seçimi yanlış idi? Səncə Montella ilə davam eləməli idilərmi, yoxsa yeni bir baş məşqçi lazım idi? Belə bir şey deyim, Türkiyəyə ilk illər sonra, səhv eləmirəmsə 26 il sonra ilk dünya kubokuna aparan baş məşqçi Vincenzo Montelladır. Ona görə inanmıram ki, mən Montellanın buradakı uğursuzluğundan danışaq. Sadəcə Türkiyənin dünya çempionatında ən böyük problemi nə oldu? Təcrübəsizlik və özünə ekstremal dərəcədə güvənmək. Adicə Avstraliyanın baş məşqçisi də dedi ki, bəs bizim onlardan daha çox təcrübəmiz var, biz onlardan daha çox dünya kuboku görmüşük. Düzdür, yenə Türkiyə heyətində bir çox oyunçunun bu fikir xoşuna gəlmədi, amma həqiqətən də bu belədir. Türkiyə millisində çox keyfiyyətli oyunçular var, təklikdə hər biri dünya ulduzlarıdır demək olar. Avropanın bir çox top klublarında oynayanlar var, Türkiyədə oynayanlardan əlavə. Amma digər ki, təcrübəsizlik öz sözünü demiş oldu. Mən indi belə bir şey demək istəyirəm ki, sən dedin ki, təcrübəsizdir, amma mənə elə gəlir ki, təcrübəsizliyə bağlamaq istəmirəm. Çünki burada mən bunu izah eləmək istəyirəm ki, izləyicilərimizə təcrübəsizlik də bir yerə qədərdir. Yəni birinci oyunda təcrübəsiz ola bilərsən. Tamam, okey, bunu başa düşdüm. Yeni bir stajdır, yeni bir necə deyim, səhnədir, yeni bir böyük mundialdır, girmisən ora, 48 dənə klub var, bilinmir kim necə oynayacaq, kim həyəcanlanacaq, kimin bəxti gətirəcək. Amma bunları da hamısını yenə bir yerə qoyuram. Yenə də birinci oyunu başa düşərəm, amma ikinci oyunda Türkiyə mənə elə gəlir ki, ən yaxşısını eləməli idi, əlindən gələni eləməli idi. Və qrupa da nəzər yetirsək, çox da belə ölüm qrupu sayılmır. Paragvaydır, Amerika Birləşmiş Ştatlarıdır. Bir də ki Paragvay, Amerika Birləşmiş Ştatları, ABŞ, bir də Avstraliyadır. bir də Avstraliya, bəli. Mən ümumiyyətlə Avstraliya ilə Paragvay oyununa yuxuma zəhər qataraq baxdım. Yəni görmək istəyirəm. Dəymədi deyəndə ki, mənə bəzi komandalar, məsələn, Argentinadır, Portuqaliyadır, İngiltərədir, ondan sonra Türkiyədir, qardaş ölkə. Onun oyunu maraqlı idi həqiqətən də, amma mənə elə gəlir ki, açıq səbəblərdən biri, onu qeyd eləmək lazımdır ki, burada heyət seçimi yanlış idi. Heyət seçimi yanlış idi. Özün də görürdün ki, Türkiyə güya indi statistikalara yazılıb 62 dənə udar vurub və qol çıxarda bilməyib. Bu əslində qalsa hamısı qapıya gedən zərbələr deyildi. Bilmirəm, özün görmüsən, oyuna baxırdın. Əksəriyyəti qapıya gedirdi və bunun da əsas səbəblərindən biri nədir? Qapalı müdafiəni yarmaq üçün ya onu deyəcəydim, məni qabaqladın. Zərbə vurmalısan, ya da ki, oyunçuların dinamik olaraq yer dəyişmələr həyata keçirməlidir və Montella da gördü ki, öz oyunçularında bu baş tutmayacaq. Ona görə də davamlı şəkildə qapıya zərbələr. Bu da nəticə vermədi. Qapıçıların içinə də əjdahalar girmişdi. Yəni həqiqətən də möhtəşəm oynayırdılar. Sanki Türkiyənin acığına deyirlər ki, mən elə durmalıyam ki, qapıdan qol girməməlidir. Və mənə bir şey təsir elədi ki, bunlar qol vura bilmədilər. Qolsuz tərk edirlər yəni. Mənə Türkiyə ilə bağlı, Türkiyənin hazırki jenerasiyası ilə bağlı bir narahat edici məqam odur ki, mənim üçün çox aşırı dərəcədə özlərinə güvənirlər.
Yəni adama deyərlər ki, nə etmişdin ki, bu qədər özgüvənlisən. Adam bundan əvvəlki Türkiyə generasiyası, məsəl üçün ən uğurlu generasiyasına baxdı. 2000 pokoleniyası da belə deyək. 2002. 2000-in generasiyasından 2002-nin uğuru gəldi. O vaxtki Qalatasarayın Avropa kuboku qazanan oyunçuların əksəriyyəti Türkiyə millisində də uğur qazandı. İndi həmin o generasiya o qədər uğur qazandılar, həm Avropa üçün, dünya üçüncüsü oldular, amma heç biri bu qədər, yəni mən bombayam, ay nə bilim, Merih Demiral YouTuberlığa başlayıb. Yəni sən nə qazanmışdın ki, sən nə etdin ki ümumiyyətlə? Bax Allah ona görə deyirlər də Allah böyükdür. Dünya kubokunda Merih Demiralın o 2 oyundakı performansına baxın, nə demək istədiyimi başa düşəcəksiniz. Yəni biabırçılıq dərəcədə. Adam taymingini itirib. Pozisyon almağını itirən müdafiəçi ilk öncə özünə baxar, sonra gedər YouTube videosu çəkər. Yəni sən niyə elə bir şey eləyəsən ki, yəni nəyə əsasən? Hələ İrfancan Kahvecidən danışmıram. İrfancan Kahveci Fənərbağçada türklərmiş kadro dışı buraxılıb, Kasımpaşa icarəyə verilib, Türkiyə millisinə çağırılır. Amma millidə də bir şey eləyəmir və bilmirəm, yəni çox özlərindən əmin idilər. Qısa konkret bunu demək lazımdır. It is what it is, ingilislər demiş. Belə bir şey də deyə bilərəm ki, onlar mənə elə gəlir ki, dünya çempionatına yollamazdan əvvəl də böyük bir coşqu var idi. Yəni ard-arda sırayla maşınlar gedirdi. Gördün də yəqin ki. Yəni reklam çəkilişləri, nə bilim, YouTuberlik falan. Qardaş, futbolçunun YouTuberlığına görə mən qiymət verməliyəm. Meydanda göstərdiyi performansa görə qiymət verməliyəm. Qol vura bilməyən, həqiqətən də hücum xətti mükəmməldir Türkiyənin. Müdafiəçi pozisiyası o qədər də yaxşı deyil. Amma yarım müdafiələrində Real Madridin ulduzu Arda Güler, 8 nömrə registasında Interin ulduzu Hakan Çalhanoğlu, solda Kenan Yıldız, sağda Barış Əlpər Yılmaz, mərkəzdə də Kərəm Aktürkoğlu plus Deniz Gül, nə bilim, Can Uzun. Bunların hamısı Avropanın potensiallı oyunçuları sırasındadır da. Amma nə göstərdilər? Heç nə. İndi sən necə deyə bilərsən ki, Montella'ya görə belə bir şey oldu məsəl üçün? Yox, indi belə bir şey demək istəyirəm ki, Montella'da tək günah yoxdur. Mənə elə gəlir ki, oyunçuların özündə də problem var idi. Mən bir şey başa düşmürəm. Avstraliyanın stoperlərin ortalama boyu 1.95 idi. Sən niyə Kerem Aktürkoğlu'na, özəlliklə də Barış Alper, yəni ki, oradan deyə bilmirdi ki, qardaş, başa dönürəm sən, atma bunları. Barış Alper'i görsən 3 dəfə keçirdi oyunçunun, üçündə də ortaya sərt ötürmələr, asmalar. Yəni ki, qurşağa qaldırırsan bunu. Sən yox, zaten Kərəm Aktürkoğlu mərkəz 9 nömrə deyil. Oynaya bilmək ayrı, oranın oyunçusu olmaq ayrı. Kərəm Aktürkoğlu sol wingerdə daha yaxşı oynayır, nəinki mərkəz pozisiyasında. Və 10 nömrədə də biraz oynayır. Amma qapıya yaxın deyil. Yəni, amma sənin alternativin olaraq Can Uzun var, Arda Gül var. Arda Gül deyirəm. Deniz Gül. Həmişə o qaqaşın alın yadımdan çıxır. Arda Güler. Yəni Kərəm Aktürkoğlu'na nəzərən 2 dənə 9 nömrə oynaya biləcək oyunçular var da. Ya atıram Kərəm Aktürkoğlu'nu saxla, yanında Can Uzunla 4-4-2-ə keç. Yəni Montella'nın əgər səhvi nədir desək, mənə görə ən böyük bariz səhvi bu oldu onun. Yəni nə bilim valla, Türkiyə mənə görə tam bir fiyasko oldu. Yəni aşırı qazlı gəldilər. Biz bombayıq, biz idealıq. Və qrupun asanlığı da onları rahatlaşdırdı. Dırnaq arası asanlığı. Çünki mən indi 2 oyuna 0 çəkiblərsə, mənə elə gəlir ki, şərəf oyunu deyirlər də, son formal xarakter daşıyacaq bir oyun olacaq. Amma orada da inanmıram ki, Amerika lider olaraq çıxmaq istəyəcək. Və mənə elə gəlir ki, əldən verməyəcək. Mən ən aşağısında şey görürəm, yəni bərabəri görürəm, amma uduza da bilər Türkiyə millisi. İndi bilmirəm. Əslində Türkiyənin hazırki oyununa görə Amerika onlara daha uyğundur. Sadəcə onların bəxtindən 2 dənə qapalı müdafiə oynayan komanda çıxdı deyə. İkisi də konkret olaraq qol vurdular, yatdılar müdafiəyə. Türkiyədə qapalı müdafiəyə qarşı heç nə edəmədi. Amma Amerikaya qarşı məncə də biraz açıq oyun oynayacaqlarına görə bir şey eləyə bilərlər, amma nə fayda. İndi söhbət çıxıb ki, eliminated oldu da artıq ki, elendi Haitidən sonra. Bəli. Yəni həqiqətən də çox pis oldum. Yəni burdan Türkiyə millisinin azarkeşlərinə həqiqətən də pis oluram. Onu deyə bilərəm ki, heç biri belə bir şey gözləmirdi, heç biri yəni. Türklər nələr deyirlər? Oyunçuları nələr? Twitter, Facebook.
ağızlarına çıxanı dedilər də yəni. Haqsızdılarmı? Səncə bu qədər üzərinə getmək, yəni çox üzr istəyirəm. Hətta bəziləri ailə üzvlərinə qarşı da küfürlər yağdırır. Mən belə şeylərin həmişə əleyhinə olmuşam. Yəni bu futboldur. Sən vətənə xəyanət eləməmisən, bir şey eləməmisən. Amma onlarda ona bərabər bir şeydir ki, bunlar söyürlər. Yəni başa düşmürəm. Amma bu səbəb dərəcədə də yox. olmasa nəticə olmur. Belə bir fəlsəfə var. Sən əgər başını aşağı salıb normal futbolu oynasaydın, heç kim sənə o sözü deməyəcəkdi. Məsəl üçün Eren Elmalı saçını niyə Drake oxşadır məsəl üçün? Yəni futbolçusan da qardaşım, sən sol cinah müdafiəçisən. Sənin nə bilim Marivannada konsertin yoxdur. O nə saçdır, o nə saç stilidir. Barış Alper Yılmaz özünü Ümid Davalaya oxşadır. Nə dəxli? Neynədin ki? Heç bir şey. Türk milləti də biraz belə şeylərdən Aqressivdirlər. həqiqətən də aqressiv qarşılayırlar. Gördünüz yəni konkret olaraq biabırçılıq törətdilər onlara qarşı. Hətta bəziləri deyir ki, ölkəyə geri dönməyin. Amma bir dənə bir şey qeyd etmək istəyirəm ki, Türkiyə millisini hər şeyi bir qırağa qoya bilərəm. Hakan Çalxaloğlu'nun açıqlamalarını gördüm ki, biz özümüzlə qürur duymalıyıq. Nəyə görə qürur duymalısan, başa düşmədim. Amma Arda Güler çıxdı, özrünü dilədi. Belə türklər demişdi ki, bəs biz utanırıq, yaxşı performans sərgiləmədik. Gələn turlarda, gələn çempionatlarda ümid eləyirəm ki, daha yaxşı olacaq. Bir də başa düşürəm. Bir də Türkiyə millisini görərsən sən Dünya Kubokunda. Görək, bir də 24 il sonra, 26 il sonra görək. Elə bir jenerasionludur ki, yəni bu jenerasionla oldu. Olmadısa mənə elə gəlir ki, amma tək olsun. Biz nə istəyirik? Türkiyənin uğurunu, öz millimizin uğurunu, öz millimiz ümumiyyətlə. Biz ümumiyyətlə millətdən bağımsız olaraq yaxşı futbolun tərəfdarıyıq. Yəni mən durub Azərbaycan burada pis oynasa, Türkiyə burada pis oynasa demərəm də, hə, bizimkilərdir, Licbi yaxşı oynasın. Yox, yaxşı oyna, azərkeşi təmin elə. Ondan sonra da yaxşı danışılsın haqqında. Düşünürəm ki, hal-hazırda dünya çempionatının ən sensasional, ən haqqında danışılacaq mövzusu haqqında danışmalıyıq. Bəli. Məncə vaxtı gəlir. O şəxs özü gəlir. O şəxslər. O şəxslər hətta, bəli. Tarixin ən son dans 2-9-u, 2 hücumçusu, 2 oyunçusu. Hər iki oyunçunun da 15 ildir ki, last dansı gedir, amma heç biri hələ də futbolu, heç biri qurtarmayıb futbolu, hələ də davam edirlər. Sən qox ki, söhbət kimdən gedir Əli? Ronaldodan gedir və Messidən gedir. Amma sən qox ki, növbəti illərdə Messi Copa Amerikaya qatılsın, Ronaldo da qatılsın Avropa çempionatına. Mən onu gözləyirəm açığı. Yəni bilmirəm səndən nə gedir. Amma həqiqətən də yəni inanmıram, yəni last dance olacaq, son dans olacaq. Yəni bunu görəcəyik. Mən bir dənə bir şey deyim. Mövzuya da buradan girək. Messi karyerasını qurtarmamış, Ronaldo qurtarmayacaq. Yəni mən bunu artıq görə bilirəm. Çünki bitmiş bir oyuncu özünün bitdiyini qəbul eləmirsə, demək ki, hələ rəqabət apara biləcəyinə inanır. Amma sadəcə inanır. Mən də belə bir şey deyə bilərəm ki, indi mən Portuqaliyanın Demokratik Kongo Respublikasının oyununa baxdım, izlədim, başdan ayağa izlədim və ilk başdan Portuqaliya elə başlamışdı ki, mən artıq 5-ci, 6-cı dəqiqədə onlar hesabı açdılar. Mən dedim ki, yəqin burada xınayaqlı olacaq, yəni 5 dənə, 6 dənə qoldan gedəcək. Amma gördüm ki, Demokratik Kongo onlara elə bir reaksiya verdi ki, həqiqətən də. Yəni sanki Kongo Portuqaliya idi, Portuqaliya Kongodur. Yəni belə dəyişilmişdi, rollar dəyişilmişdi. Yəni burada belə bir şey deyə bilərəm. Baxın, məni yanlış anlamayın. Mən özüm Riyadın özü də bilir ki, Messi Ronaldo qarşılaşmasında mən Ronaldonu daha çox bəyənirəm. Yəni ki, onu da qəbul edirəm ki, Messi Ronaldodan birbaş playmakerlikdə daha üstündür. Yəni Ronaldonun da özünə məxsus o qədər bitiriciliyi, o qədər möhtəşəm yönləri var ki, onu say bitməz. Zaten özünü dünyaya sübut eləmiş bir adamdır. Adam 1000 qol səttinə yaxınlaşır Messi ilə birlikdə. Amma bunu da deyə bilərəm ki, mən ona pis oluram ki, azarkeşlər artıq Ronaldonu qınamırlar və João Nevesin həyat yoldaşı, João Nevesin sevgilisidir, həyat yoldaşıdır, bilmirəm. Bacısı olsun lap. Qızın kommentinə yazırlar ki, sevgilivə denən ki, Ronaldoya pas atırsın. Bu axırıncı bu bizə necə qurtarmaq deməkdir. Aşırı fanatizm. Aşırı fanatizmin sonudur bu. Mən yenə də deyirəm, baxın, yanlış anlamayın. Ronaldo fanatlarına hörmətim artıq dərəcədə sonsuzdur. Zaten özüm də Ronaldonu bəyənirəm, amma
son zamanlar biraz ağını çıxardır. Bir balaca, yəni ki, qəbullanmalısan da, bunu qəbullanmalısan ki, artıq dövrün bitib. Və mən demirəm Ronaldo oynamasın. Sən qızıl generasiya ilə dünya çempionatına gəlirsən və nəticənin hələlik yaxşı deyil. İndi yenə də deyirəm, əvvəlcədən danışma. Bəlkə də Portuqaliya növbəti 2 oyunu böyük hesablı qələbələrlə oynayacaq və yarım final, final da görürəm hətta. Amma belə bir şey dediyim ki, bunu mən demirəm. Hardasa mənim Instagramım, Twitter hesabım, ondan sonra Facebookum və yaxud digər sosial şəbəkələrdə 98% insanlar Ronaldonun bitdiyini hesab edir. Bunu mən demirəm, yəni məni qınamayın. Amma belə də bir şey deyə bilərəm ki, adam yenə də öz egosundan əl çəkmir və deyir ki, mən oynayacağam. Mən belə düşünürəm ki, Ronaldo oynayırsa özünü çəki düzən verməlidir, türklər demiş. Əgər belə olmayacaqsa, mənə elə gəlir ki, Portuqaliya 4-1-dən o tərəfə gedə bilməyəcək. Sən nə düşünürsən bəs bu arada? Mən belə deyim də, ilk öncə bunu deyirəm ki, həmişə, sonradan başqa cür başa düşülməsin. Mənim Manchester United ən sevdiyim oyunculardan biridir Ronaldo. Hətta Cristiano Ronaldo 2021-də United qayıdanda mən telefonun ringtonuna Viva Ronaldo çantını qoyan adamam. İlk öncə bunu deyim. Bəli. İkincisi, dünyanın hər bir yerində bir reallıq var. 41 yaşındakı 9 nömrə, 41 yaşındakı Winger, 41 yaşındakı 10 nömrə, 41 yaşındakı 8 nömrə bu qədər çox oyun dəqiqəsi əldə etməməlidir. İstəyirsən Cristiano Ronaldo ol, istəyirsən Lionel Messi ol, istəyirsən Diego Armando Maradona ol. Və Ronaldonun bunu etməyi məni bir tərəfdən də niyə təsirləndirir? Bu adam deyir ki, mənim mundialda uğurum yoxdur. Bu adam deyir ki, mən Lionel Messi ilə rəqabət aparmaq istəyirəm. Sən Lionel Messi ilə rəqabət aparmaq istəyirsənsə, onun 2023-dəki elədiyi şeyi təkrarlamaq istəyirsənsə, Portuqaliyanın bu cür möhtəşəm generasiyasının qarşısını almamalısan. Qısa konkret. Yəni sən əgər həmişə deyirəm, Zlatan İbrahimoviçin Milana geri dönüşündəki o period var, zamendə oturur, ehtiyat heyətdə oturur, gənc oyunçulara motivasiya verir, dəstək olur, qaz verir. Elə bir şey eləsəydi Cristiano Ronaldo, bundan əvvəlki mundialda da, indiki başının üstünə qoyardılar. Yəni sən zaten həm istədiyi alacaqdın, həm də ki komandan da uğurlu olacaqdı. Sən 9 nömrədə də oynayırsansa, plus 9 nömrədə də oynayırsansa, sən artıq bağlantı oyunu oynamalısan, wingerlər və boş zona yaratmalısan ki, daha çox boşluq tapıb fərqlənə bilsin oyunçular. Sən üzərində o qədər böyük bir təzyiq yaradırsan ki, oyunçuları, həqiqətən futbol sever olaraq deyirəm, amma bunu heç bir fərqli bir baxış açısına görə demirəm. Bernardo Silva məcbur hiss edir ki, özünü Ronaldoya pas verməliyəm. Niyə? Joao Nevesin gününə qalmasın deyə. Bruno Fernandezin son postuna gələn kommentləri gördün sən. Bəli, 44 min deyə 90 min olub. 90 min olub. 90 min olub jo. Ronaldo'nun nə güclü lobbisi varmış. Qardaş, yəni indi sizə belə bir şey deyim. Siz Bruno Fernandezin yerində olsaz, hissiyatlı bir futbolçusunuzsa, emosional bir futbolçusunuzsa, deməzsənmi ki, qardaş, da mən sənə pas atmıram. Atmıram da. Mən atanda da günahkar oluram, atmayanda da günahkar oluram. Yəni sözüm daha çox zarafatla deyirəm, mizah edirəm, amma həqiqətən bu doğru bir şey deyil. Yəni Cristiano Ronaldo artıq mən yoxam deməyi bacarmalıdır. Yəni sən Lionel Messi deyilsən ki, sən artıq sırf istedadıva görə, talantıva görə oynayasan. Çünki 8-10 nömrə pozisiyalarındakılar daha çox istedadına görə yaşını uzadıb oynaya bilirlər. Məsəl üçün Luka Modric ən bariz nümunəsi. 41 yaşı var, adam hələ də oynayır. Ballon d'Or götürdü, nə bilim. Lionel Messi həmçinin davam eləyir. Amma sən Cristiano Ronaldosansa, səndə zaten o bağlantı oyunu heç vaxt olmayıb. Sən həmişə fizikini yuxarı çəkib o rəqabətdə qala bilmirsən illər ərzində. Amma yaş artdıqca talant da azalır, bacarıq da azalır. Artıq sadəcə busan, yəni. Talant ciddən, yəni bunu üzülərək deyirəm. Ex bir Ronaldo azarkeşi olaraq deyirəm ki, talantı, bitiriciliyi sıfır. 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 Yəni bütün oyunçular Ronaldoya oynamaq məcburiyyətində hiss edir onu. Yəni burada mən Fernando Santos deyirəm. Roberto Martinez. Fernando Santosu da yeyən başlıca səbəblərdən biri bu məsələ oldu 2023-cü ilin Dünya Kubokunda. Roberto Martinezə gələndə də ki, Roberto Martinez böyük bir qərar verməkdən çəkinir. Çünki niyə? Üstünə təzyiq almaq istəmir adam. Bilir ki, zameni atsa Ronaldonu nələr baş verəcək.
və hətta açıqlamasında bildirdi ki, güya da indi ört-basdır elədi ki, qola ehtiyac duyduğumuz zaman mən Ronaldonu çıxartmaq dəlisovluq olardı, dəlilik olardı. Yəni mən başa düşürəm, sən çift santraforun oynayırsan, başa düşürəm. Vallahi yenə də deyirəm, Ronaldo Ballon d'Or da alsın. Çempionlar Liqası da utsun, Dünya Kuboku da utsun. Mən ona heç bir şey demirəm. Yəni başa salmağa çalışıram ki, biz hater deyilik. Biz reallığı danışmağa çalışırıq ki, hamının gözü açılsın. Yəni ki, sən fanatsan, başa düşürəm. Təbii ki, fanata nəsə deyəndə o qıcıqlanacaq da, amma sənin 41 yaşındakı oyunçuya görə, ulduzuva görə bu dəqiqə Portuqaliya millisi əziyyət çəkir. İndi ikinci oyun olacaq Özbəkistanla 23 gün. Onda Ronaldonun oyuna bir də baxarıq. Əgər Ronaldo özünü düzəldirsə, Ronaldo komanda ilə link-up oynayırsa, deməli səhv bizdədir. Belə bir şey deyim. Birinci uğursuzluğuymuş. Ronaldonun 41 yaşından sonra özünü düzəltməyini gözləməyimiz də biraz absurd olar. Ronaldo 8 ildə özünü düzəldə bilməyibsə, bundan sonra da özünü düzəltməyəcək. O adamın sadəcə bir məqsədi var: 1000 qola çatmaq və Portuqaliyanın uğurluluğunu görmək son dəfə. Amma yəni orada belə özünü önə çıxardaraq, orada belə özünü Lordildə desək, gözə soxaraq bir şey eləməyə çalışır. Yəni ehtiyata getsə daha çox uğurlu olar hər iki tərəf üçün, nəinki əsasda oynamaq. Bir dənə də bir şey deyim. Bir fikir də var ki, bəs Ronaldonu ehtiyata atsalar ki, Ronaldonun yerində kim oynayacaq? Bruno Fernandesi saxta 9 qoysan daha çox link-up eləyər, nəinki Cristiano Ronaldo'nun elədiyi şey. Joao Felix, Rafael Leao, atıram, bəyənilməyən Gonçalo Ramos. Bunların Niyə hamısı, bəyənilmir? o da ayrı məsələ. Niyə? Çünki Ronaldonu əvəzləyir. Adam Wood Weghorst teması kimi. Adam bir oyuna çıxdı, hat-trick elədi, yəni hansı milli ilə oyunda. Yəni bu adam zaten sənin o elə güclü oyunçuların var ki, qabaqdakı hücumçunu bəsləyirlər. İndi sual buradan çıxır ki, Manchester City'nin 9 nömrəsi var idi o vaxtı. Yox. İspaniya Dünya Kubokunun çempionu olanda 9 nömrəsi var idi. Xeyr. Adamlar 4-6-0 ilə oynayırdı. Yorulduq. Bunları deməkdən yorulduq. Yəni bunu demək istəyirəm ki, indi azarkeşlərin bəziləri deyir ki, güya Bruno Fernandesin üstünə düşüblər, pas vermir. Mən sənə o gün atmışdım. O mövzuya girmirəm ha. Nə qədər rəylər vardı. Bruno Fernandesin aşağısından girib yuxarısından çıxmışlar. Yəni ki, adam elə bir ki, ümumiyyətlə oyuna baxdın sən Portuqaliya. Baxdım. Bruno Fernandesin sırf oyundan sonra bir highlight-ı çıxdı qabağıma. Nə qədər bütün created chansların hamısında Bruno var. Ya ikinci pasta, ya birinci pasta. Neynəməlidir? Yəni adam hər şey eləyib, keçib, qapısını da keçib boş qapıya verməli ki, Cristiano Ronaldo qol vursun. Yəni nə bilim, mən həqiqətən çatmır. İllərdir qanqren olmuş bir məsələdir bu. Yəni ki, adi belə bir şey deyə bilərəm ki, sən əgər yaxşı lidersənsə, topun üstündən tullan arxadakı vursun da. Komandanın uğurunu istəmirsən, tullan o birisi vursun da. PSG ilə kimin oyunuydu? Bavariya ilə oyunda. Dembele tullandı, nə bilim, Kvara tullandı, arxadan Kvara gəldi vurdu. Kim 1000 qola çatacaq bəs? Dəhşətsən. Yəni sən də elə danışsan bəzən Allah, nə bilim. Yadıma düşdü. 2023 Dünya Kubokunda Bruno Fernandesin krosunda Ronaldo tükü ilə qol vurdu deyə. Yəni cırdı dağıtdı özünü ki, onu Ronaldo'nun qoluna vermədilər. Cəbrayıl onu zəhmət olmasa qoyarsan, izləyicilərimiz görsünlər. Orada Bruno cross qaldırdı. Qapıya getdi top. Yuxarıda Bruno gol boardda yazıldı, Bruno'nun adı yazıldı. Amma Cristiano Ronaldo özü vurmuş kimi sevindi. Hələ göstərir ki, mən ağlıma dəyib belə sürtdü. Yəni buralardan gəlir ha bu məsələlər. Yəni hətta mən düşərəm 2018 Juventus, nə bilim, Real Madrid dönəmlərinə. Nəysə girməyəcəm mövzulara. Juventus ayrıca bir mövzudur. İlk qolunu vurmamışdı adam Juventusda. Mandzukic qapıya qol vurdu, bu vura bilmədi də. Adam üzülür, deyir ki, niyə qol vurdu bu adam? Sən necə komandanın uğuruna sevinmirsən axı? Yəni ki, bunu başa düşmürəm mən. Yenə də deyirəm. İndi yorumlarda nə yazacaqsınız, nə edəcəksiniz? Yaxşı yorumunuza da okey, pis yorumunuza da okey. Amma çalışın pis daha az olsun. Yəni belə bir şey deyim ki, yəni bu sizi qızıqlandıra bilər. Okey, başa düşürəm. Mən obyektiv bir azarkeş kimi, futbola baxan şəxs kimi bu fikrimi bildirirəm, elə Riyazın özü də. Yox, mən Ten Hagçı və Ronaldo düşmürəm. Bunu deyə bilərəm ki, həqiqətən də bu sizi qızıqlandırmasın. Yəni sizin özünüz də yaxşı bilirsiniz ki, artıq məsələ nə yerdədir. Yəni ki, Riyadın özü də bilir, hətta mənim yaxın dostlarım da bilir ki, mən
Ronaldonun uğurunu çox sevirəm. Yəni Ronaldo mənə görə artıq Ballon d'Or da almalı idi. Artıq mən həmişə istəmişəm ki, Ronaldo, çünki Ronaldo mənim ən sevdiyim oyunçu olub belə bir yerə qədər. Məsələ bilirsən nədir? Artıq yaş bir yaşı keçəndən sonra qəbul edirsən. İstəməsən də qəbul edirsən ki, qardaş, Lionel Messi həqiqətən də quvvatdır. Cristiano Ronaldo da illər ərzində Lionel Messi ilə rəqabət apardı. Hər şey qazandı. Adam mənə görə dünya futbolunun iki quvvatından biridir. Dünya futbolunun. Amma Cristiano Ronaldo Juventusdan sonra karyerasını bitirsəydi, onun haqqında daha çox yaxşı şeylərlə xatırlayaraq danışacaqdıq. Amma adam ondan sonraki bütün illərində yəni heç yaxşı təəssürat bağışlamadı. Nə bilim valla. Ronaldonun ən böyük problemi belə baxanda bitiriciliyi də deyil, belə baxanda qocalmağı da deyil. Baxırsan ki, bədəni də bədəndir, Xarakter. staminası da staminadır. Heç bir 41 yaşındakı futbolçuda olmayacaq fizik özəlliklər Ronaldoda var. Necə möhtəşəm bir şey, düz deyil. Amma mənəviyyat, xarakter, ego yenə hər şeyin önünə çıxır, önünə gəlir. Bu da konkret olaraq oynadığı bütün komandalara problem yaradır Real Madriddən sonra. Yəni mən də bir Ronaldonu sevən bir şəxs kimi üzülürəm ki, bunun xarakteri, yəni bu insanın kibri, egosu, təbii ki, altı boş deyil, ona mən bir şey deyə bilmərəm, amma özünə də ziyan verir. Yəni mən də pis oluram ki, bu adam bu vəziyyətlərə gəlib çıxmamalı adam idi. Adam yəni, klas adamdır yəni. Biz səni 2008 nə bilim möhtəşəm statistikalarla xatırlayırıq da, amma 2008-in üstündən neçəyə keçib? United dövrünü deyirəm. 18 il. 18 ildə sən nə qədər yaxşı şey eləmisən. Yəni gol, assist, Ballon d'Ordan başqa. Yəni hər şey gol, assist deyil, hər şey uğur deyil. Həqiqətən bax, insanın içindəki nədirsə ən böyük qazandığı da odur. Ən böyük uğuru da odur. Nə bilim valla. Məncə xarakter keyfiyyətdən üstündür. Hər zaman deyirəm. Xarakterin varsa, keyfiyyətin olmasa da hardasa yola verirlər. Amma xarakterin keyfiyyətindən aşağıdırsa, heç cür yola getmək olmur. İstəyirsənsə indi medalyonun digər tərəfindən danışaq. Lionel Andres Messi. Elə Ronaldonun mövzusu ilə də bunu bağlamaq olar. Bir məsələ var ki, Lionel Messiyə komanda yoldaşları aşırı dərəcədə böyük bir respekt göstərirlər, böyük hörmət var. Ümumiyyətlə Argentina milləti Lionel Messini necə sahiblənir? Xilaskar kimi baxır. Xilaskar, hero, nə bilim, yəni qurtarıcı. Bu tərəfə baxırsan, düzdür, mən hələ də inanmıram ki, Portuqaliya oyunçuları Ronaldonu bəyənmir falan. Amma yenə də o Ronaldonun xarakterini bildiyimiz üçün, illərdir gözümüzün qabağında olduğu üçün oyunçuların məncə içdən isə Cristiano Ronaldoya qarşı bəsdir də day. Hissini verirlər oyunçular ona qarşı. Adicə Kongo oyununda Diego Costa'nın buraxdığı qoldan sonra Yan Vissa qol vurur, Ronaldo da Diego Costa'nı qınıyır. Get dəstək ol, get nə bilim, denən okey, davam, move on, go on. Yox. Qardaşoğlu 90 dəqiqə oynadı. Qardaşoğlu ancaq tənqid eləməli. Niyə? Bilməmişdi. Costa da Ronaldoya pas verməli. Yəqin ona görə qınıyıb. Nə bilim vallahi, yəni amma belə bir şey də var ki, indi gəl bunu da açıq. Hörməti də özün qazanırsan, nifrəti də. Ronaldonun pis tərəflərindən də danışdıq, amma gəl biraz Messi-dən də danışaq. Yəni demirəm mən. Amma Messinin də belə bir şey var ki, bir dənə epizodu var ki, məsələn, qırmızı kart epizodu. O biraz danışılır və mən onu danışmaq istəyirəm ki, sənə elə gəlmir ki, FIFA Messiyə biraz qaldırır. İndi bir dənə bir şey deyim də. Mən bu arada Messici də deyiləm, Ronaldosu da deyiləm. Heç birciyəm mən. Heç bir futbolçunu sevmirəm. İdol eləmirəm ən azından, sevsəm də. Messinin o epizodundan danışana qədər Messinin sən performansından danışa bilirsən. Deyirsən ki, okey də, hakimlər belə elədi. Amma baxırsan ki, Messi meydanda nələr elədi. Təbii ki. Yəni dili var, dirçəyi var, söhbəti var. Bəlkə də Infantino falan sevir Argentinanı, Messini falan. Bəlkə də qazı verir. Plusdakı Amerika, Trumpla falan da dillər əlaqələri yaxşıdır Infantino, FIFA-nın. Ola bilər, hər şey ola bilər. Bununla birlikdə bu günlük mövzularımızı yekunlaşdırdıq.
indi qalıb bir dənə axşamki oyunlara baxmaq, onun analizlərini aparmaq. Bəli. Gözləyirik bütün oyunları. Gələn Biz bu arada bu ikinci bölümü 22 iyun etibarilə çəkirik. Ona görə 22 iyuna qədər olan oyunları analiz eləmişik. Bunu da nəzərə alar izləyicilərimiz yəqin ki. Və bunu da demək istəyirəm ki, bizi dəstək olan, bizi izləyən izləyicilərimizə də təşəkkürümü bildirirəm. İzləməyi unutmayın. Belə tez-tez bölümlərimiz gələcək. Hər həftə sonu bacardığımız qədər Allah ömür verdiyi müddətdə Build Up Play-in hər həftə yeni bölümlərini çəkməyə davam edəcəyik. Və bu arada onu da deyək ki, Əli, birinci bölümdə çox müsbət rəylər aldıq, çox müsbət fikirlər aldıq. Bəli. Hər birinizə dərin təşəkkürlər. Siz izləmədə qalın, biz də danışmağa davam eləyək. Özünüzə yaxşı baxın. Növbəti bölümlərdə görüşənə qədər sağ olun, salamat qalın. Sağ olun.